Yəni nə üçün gəldiyimizi, nəyə görə gəldiyimizi unutmayaq deyə. Məqsədimiz nədir? O bizi ayaqda saxlayır və ona görə də biz burada Survivor'dakı kimi mübarizə aparırıq və davam edirik aparmağa. Məncə də Nərgiz, yəni həqiqətən o geri dönmək fikirlərindən biraz uzaq qalmaq lazımdır. Yəni ömürlük burada qalmaq deyə bir fikrin o sənin şəxsi məsələndir. Amma ki düşünürəm ki, bir sənin üçün təcrübə ola bilər, bir şans vermən lazımdır özünə ki, sən nələr və mən artıq qatar stansiyalarındakı o hansı Glice'dır, nədir çözəndən sonra insana bir motivasiya gəlir ki, mən çözdüm hər şeyi. Mən burada qalacağam. Bilirəm. Mən bilirəm. Almanya bəndən sorulur. Eynən. Yəni belə hər şey insanın özündən asılıdır, motivasiya. Və motivasiya inam olmalıdır. İnam bu hisslər insanı ayaqda saxlayır ki, mən nəyə görə gəlmişəm, nə üçün gəlmişəm və məqsədim nədir? Və inanın ki, həqiqətən də məqsədinizə çatanda, o yerə gedib varanda deyir, çəkdiyiniz çətinliklərin o qədər sizə o ləzzətini hiss eləyirsiniz. O qədər sizə həzz verir ki, o qədər siz onu deyirsiniz ki, elə yaxşı ki çəkmişəm o çətinlikləri ki, bugün burdayam, bugün olduğum yerdəyəm. Yəni həqiqətən də gənclərimizə buradan da deyək, heç vaxt pes etməyin. Razıyam, bəli. Yəni özünüzə inanın ən azından. O çətinliklər səni daha da gücləndirir, daha da motivasiyanı artırır. Düşünürəm ki, sən artıq onu çözürsən və deyirsən ki, mən bunu bacardım. Sistem ayrıdır, başqa cürdür. Google Maps-lə bəzən tapmaq olmur. Bəzən məsəl üçün platformanı sən Google Maps-lə tapa bilməzsən ki, hansı platformadan bilməlisən qatara. Mən gələndə bilmirdim. Google Maps-i açmışam, baxıram ki, platform 85 yazır. Ay Allah, burada platform 20-yə qədərdir. Bu necə ola bilər ki? Yəni yanlış yazır da. Yəni o həqiqətən onunla belə gəzmək çətindir. Və bir platformada 2 platformada ola bilər. Elə bir platformalar da var ki, qatar 2 yerdən çıxır. Sadəcə biri qabaq hissədən, bir də o məndə də oldu. Və sən deyirsən ki, ayda bir dəfə mənim gözümün qabağında qatarım gedib, çünki elə bir təcrübə mən də yaşamışam. Hal-hazırda amma ChatGPT də var. ChatGPT-yə də soruşmaq olar gənclərin. Amma burada bir qorxutmaq kimi olmasın da. Yəni amma bunların özlərinin aplikasiyaları var. Təbii ki. Ona görə platformadan çıxdığını göstərən. Amma sənin dediyinə razıyam. O hansı ki deyirsən, məsələn, Glice 16-dır, platform 16-dır. Bir 16 AB var, bir 16 məsələn DG var. Mən də ilk gələndə deyirdim ki, 16 yazılıbdı, amma mən AB-yə getməliyəm, yoxsa DG-yə gedirəm. Amma çıxanda gördüm ki, bu ikisi də eyni bir yerdir. Sadəcə bir sağdan çıxa bilirsən, bir soldan çıxa bilirsən. Yəni belə qəribə bir şeyləri var buranın. Yəni bəli. Başqa gələn çətin və yadda qalan hadisələri bölüşə bilərsən bizlə və təcrübələrimi. Düzü çox elə böyük bir təcrübələrim hələ ki yoxdur, amma mənim üçün qısa müddət ərzində ən çətinlik olduğu nəqliyyatda olmuşdu məndə. Dildə çətinliklərim olurdu. Dilin üzərində işləmək mütləqdir həqiqətən. Yəni mən indi belə dil kurslarına gedirəm, hazırlaşıram. Amma mühitdə olduqca öyrənirsən. Yəni yavaş-yavaş açılışır. Motivasiyadan düşməmək lazımdır qətiyyən. Təbii ki, motivasiyadan düşsəz və sizi oradan çıxara biləcək biri yoxdur. Özün çıxmalısan oradan. Gözləməməlisiniz ki, kimsə sizə oradan çıxarsın. Mənim üçün ən çətin proses hal-hazırda belə ev tapmaqdır. Ev tapmaqda çətinlik çəkirəm. Yəni bu digər hər bir şey işin qaydasında olandan sonra, dərslərin qaydasında olandan sonra, evin qaydasında olandan sonra və artıq sən özün bir qurulu düzənə keçəndə görürsən ki, o yaşadığın çətinliklər heç nəymiş, heç bir şeymiş. Yəni sənin üçün evinə gəlib bir stakan çay içəndə deyirsən ki, nə yaxşı da, həyat varmış. Yəni təbii ki, mən artıq 7 il olacaq ki, Almaniyadayam və bu 7 il ərzində də mənim də başıma çox az şeylər gəlməyib. Əlbəttə. 4 dəfə ev dəyişmişəm. Bu hal-hazırda qaldığım ev 4-cü evdir. Və mən bu evi tapmaqda mən də çox çətinliklər çəkmişəm. Universitetindən tut, işinə qədər. Yəni deməyim odur ki, həyat sizi elə bir yerlərə aparır ki, o demək deyil ki, həyat necə deyim, sizlə ancaq davada
fərqli-fərqli həyat sizi həmişə fərqli-fərqli yollardan aparır. Çalışın ki, fərqli-fərqli yolları getsəz də o yolları düzgün şəkildə. Yəni deyirəm ki, bu qədər üzüləcək heç bir şey yoxdur. Hər şey həll olur. Hər şey həll olur. Təbii ki, yəni qarşılaşdığımız hər çətinliyin arxasında deməyim, qabağında gözəl günlər bizi gözləyir. Və hər gözəl günün arxasında da çətin günlər dayanır. Çünki həqiqətən də heç vaxt ümidinizi üzməyin, özünüzə inanın və bir də gözləməyin ki, kimsə siz üçün gəlib nəsə eləyəcək. Özünüz eləyin. Bilirəm, xaricdə tək yaşamaq, o hiss, yalnızlıq hissi, tək insana biraz pis təsir edir. Deyirsən ki, yalnızam, Azərbaycanda olsam ən azından ailəm yanımdadır. Evə getsəm anam bir qabağıma çörək qoyar, hazır yemək. Bəli. Amma onu da deyim ki, hər ilin, hər yaşamın, hər anın öz ləzzəti var. Düzdür, sənə razıyam. Başınıza hər nə gəlirsə, yaxşı bir şey olacaq deyə gəlir. Çünki yaxşı mənfilər də bizi müsbətlərə aparır. Yəni həyatda hər şey mənfi, müsbətdən ibarətdir. Bəlkə də biz o mənfiləri yaşamasaq, müsbətin necə olduğunu da bilmərik, necə gözəl dadı olduğunu da bilmərik. Yəni deyərik ki, hər şey həyatımızda hər şey yaxşı keçsə, biraz maraqsız olmaz səncə də? Təbii ki, olar. Yəni deyərsən, bu hər şeyin zaten deyir yolunda getməsi belə bir problemdir. Yəni bir qorxulu bir şeydir ki, hər şey yolundadırsa, nəsə bir problem var əslində. Normal deyil. Hər bir şeyin yəni yolu mümkün deyil. Yaşadığımız müddətcə əgər xəstələniriksə, bədənimiz bizim qrip olursa, deməli bu normaldır. Biz qrip olmasa, xəstələnməsə, deməli biz yaşamırıq ki, onda robotlar. Düzdür. Razıyam səninlə, Nərgiz. Günay, bəs nə üçün darıxırsan? Azərbaycan yeməkləri, mağazinə gedəndə çətinlik çəkirsən Azərbaycan məhsulları tapmaqda? Nərgiz, bilirsən necədir? Mən bura gələndən mənim ən çox istədiyim şey çörəkdir. Yəni zavod çörəyi. Zavod çörəyi istəyirəm, lavaş istəyirəm və keçən dəfə təndir çörəyini görmüşəm. Deyirəm ki, mən təndir çörəyi istəyirəm, amma buradakı çörəkləri çox sevə bilmirəm niyəsə və bunları hiss edirəm ki, sağlam gəlmir bu çörəklər mənə. Yəni ən çox darıxdığım təndir çörəyidir. Yemək olaraq digər şeyləri buradan tapmaq olar, özün hazırlaya bilərsən Azərbaycan yeməklərini. Amma yenə də insan öz anasının hazırladığı yeməklər üçün də darıxır. Təbii ki. Əlbəttə, yəni. Heç bir ananın yeməyi yerini verə bilməz. Burada mən gələndə görürəm ki, burada yemək mədəniyyəti yoxdur. Necə? Bu nə deməkdir? Nə demək istəyirəm? Yəni ki, bizim Azərbaycanın yemək mətbəxi çox genişdir. Burada mən gələndən sadəcə yemişəm o kartofel yanında belə soslar. Bratwurst deyir. Eynən onu yemişəm. Yəni yediyim bu olubdu və dönər, anca dönər. Dostumla danışıram, deyir, nə edirsən? Deyirəm, yenə dönər yeyirəm. Həmişə də onunla danışanda dönər yemək vaxtıma düşür. Yeməkləri falan var, amma Azərbaycan yeməklərini sevən birisi olaraq düşünürəm ki, Alman yeməkləri yoxdur, düzdür. Bəzi şeyləri, yəni bizim damaq dadımıza uyğun deyil. Uyğun deyil. Bu normaldır əslində. Sadəcə almanlar gündə mənə görə mən onu 3 dəfə yox, 2 dəfə qidalanma sayıram. Səhər onlar ümumiyyətlə çörək anlayışı yoxdur. Onlar yeməyi, yəni çörəyi bir səhər yeyirlər, bir də axşam. Abendbrot deyə bir axşam yeməkləri olur. Çörək üstünə kalbasa, bu onların axşam yeməyi olur. Və yaxud çörək üstünə yağ yaxırlar, pendir fərqi yoxdur. Bunların fərqli-fərqlilər satırlar belə. Çəkilmiş ət olur. Adı yadımdan çıxdı. Düz deyirsən. Yəni bunlar almanlar həqiqətən də bir günortanı güclü yeyirlər, onu da çörəksiz yeyirlər. Yəni mən sən deyənlərə razıyam, çünki mən onu öz həyatımdan görürəm. Mən işləyirəm də, hal-hazırda bir işlədiyim yerdə iş yoldaşlarımdan görürəm ki, bizim üçün səhər yeməyi durmaq, yumurta qırmaq və yanına biraz pendir, biraz yağ, biraz cem, biraz hamısına biraz qoyuruq, yeyirik də. Məsələn, bunu öyrəşmişik. Biz gördüyümüz budur, yəni. Amma onlarda sən demiş, sadəcə bir dənə çörəyi götürürlər, üstünə hər zaman bunların kərə yağı. Kərə yağını çox sevirlər. Yəni kərə yağı şəkildə. Buterbrodu belə kərə yağı ilə hazırlayırlar. Kərə yağı bunların ən sevdikləridir və üzərinə də kalbasa qoyacaqlar, salam yeyəndə belə bir şeylər qoyarlar. Bu onların olur səhər yeməyi.
və biraz Və yeyirlər. kofe. Və kofe hər zaman da kofe. Yəni mən burada işə gələndə mənə də təklif edirdilər ki, sənə də kofe hazırlayaq. Mən deyirdim mən Azərbaycanlıyam. Mən çay. Onlar artıq mənim üçün iş yerində çay alıb qoyublar ki, sən çay içirsən ancaq kofe içmirsən. Əslində bu da gözəl bir diqqətdir. Bəli, mən onlara keçən dəfə özüm hazırladığım bizim badımcan biber dolmasını aparmışdım. Deyirlər ki, bu çox dadlı görsənir. Bu deyirəm, bəs bizim Azərbaycan yeməyidir. Onlar məndən soruşurlar ki, bəs başqa hansı Azərbaycan yeməkləri var? Mən onlara bizim pulovumuzu göstərmişəm, yarpaq dolmamızı göstərmişəm. Eynən. Onlar belə baxır ki, bunlar çox dadlı görsənir. Mən də dedim ki, onlara mən artıq öz evimə keçəndə sizin üçün bunlardan hazırlayaram istəsəniz. Yəni görərsiniz ki, Azərbaycan yeməkləri bəli, bunlarda sadəcə kartof qızartmasıdır, pommes. Almaniya kartof və bratwurst ilə məşhurdur. Yəni bu bəli, budur bunların yeməkləri, başqa şey yoxdur. Almanlar bizi kimi yeməyə çox üstünlük vermirlər. Yəni qonaq gəldi, bir dənə qabağına kolbasa və çörək qoyacaq, deyəcək ki, mənim evimdə budur. Ye bunu. Əslində bunun mənfi və müsbət tərəfləri var ki, bizdə də daha çox yemək hazırlayırlar, süfrəyə qoyurlar və israfdır mənə görə. Və sən deyənlə razıyam. O qədər yemək hazırlayırlar ki, artıq məsələn analarımız və ya bacılarımız da mənim məsələn öz anamdan görürəm ki, evə qonaq gəlirsə o minimum 2 cür yemək olmalıdır o stolda ki, qonaq onu elə bil ki, orden verəcək ki, hə, çox sağ ol. Hazırladığın üçün mən anama bir qiymət verəcək. Yəni də bu bir təlaş içində olurlar və sən özün, mən düşünürəm ki, mən elə bir şey daşımayacağam öz ailəmə, gələcək ailəmə. Çünki düşün ki, yəni ancaq yemək hazırlayırsan və sən yorğun düşürsən, o qonaqlarla normal bir otura da bilmirsən, özünü yorğun hiss edirsən. Burada amma məsələn qonaqlıq təşkil olunanda Almanlarda mənim bildiyim qədərilə və gördüyüm qədərilə hamısı özü hazırlayır bir şeylər, gətirirlər. Bir stol, süfrə açırlar, bərabər otururlar, yeyirlər, dincəlirlər, əylənirlər. Yəni kimsə sırf yemək məqsədi ilə gəlmir. Məqsəd burada vaxt keçirməkdir. Ev sahibinə də daha çox elə bil ki, əziyyət düşmür. Hələ özü ilə yemək gətirəndə.